Bu videoda mən sizlər üçün histologiya bölməsinə aid bir sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, xloroplast və ribosomlar üçün ortaq mülahizəni müəyyən edin. A variantında deyilir ki, yalnız bitki hüceyrəsində olur. Xloroplastlar yalnız bitki hüceyrəsində və olsa da, ribosomlar həm bakteriyalarda, həm göbələklərdə, həm bitkilərdə, həm də heyvan hüceyrələrində ola bilər. Demək, bu ortaq mülahizə deyil. B variantı iki membranlı quruluşa malikdir. Xloroplastlar iki membranlı quruluşa malik olsa da, ribosomlar membransız quruluşa malikdir. Bu da ortaq mülahizə deyil. D variantına baxaq. Prokaryotlarda olmur. Ribosomlar prokaryotlarda olur, amma xloroplastlar prokaryotlarda olmur. Bu da ortaq mülahizə deyil. Y variantında deyilir ki, maddələrin daşınmasında iştirak edir. Xloroplastlar maddələrin daşınmasında iştirak etməz. Hər ikisi üçün ortaq mülahizə C variantı üzvü maddələrin sintez edir. Çünki xloroplastlar glikoza, ribosomlar isə zülal sintezi gedir. Zülal və glikoza hər ikisi üzvü maddədir. Doğru cavabımız olur C variantı.